Bugünkü suallar müəllimlərin şəkərli imtahanının 2025-ci ilin suallarıdır. Birinci sualda bizə kvadratik ifadə verir. X kvadrat çıxı 11, x çıxı 11 bərabər 0 və belə bir ifadəni hesablamamızı istəyir. Əvvəlcə hamı düşünə bilər ki, burada biz diskriminantla həll edək, daha sonra tənliyin kökünü gətirib yerinə qoyaq. Amma heç əlverişli üsul deyil, onun yerinə daha yaxşı üsul istifadə etməliyik. Deməli, ən birinci baxıram ki, x çıxı 1-i x çıxı 10-a vursam, nə alıram? X kvadrat çıxı 11x üstəcək 10. Daha sonra x çıxı 5-i x çıxı 6-ya vursam, yenə də x kvadrat çıxı 11x üstəcək 30. Məxrəcdə də birinci ilə üçüncünü vursan, yenə x kvadrat çıxı 11x çıxı 12. İkinci ilə dördüncünü vursaq da yenə də eyni qayıtda x kvadrat çıxı 11x hissəsini əldə edə bilirəm. Deməli, burada ən əlverişli üsul nədir? Bizə verilən ifadədən x kvadrat çıxı 11x-in qiymətini 11 olaraq nəzərə alıb ifadənin həllində istifadə etmək. İndi birinci ilə üçüncünü vururam. Eləyir x kvadrat çıxılsın 11x üstəcək 10. İkinci ilə dördüncünü vururam. X kvadrat çıxı 11x üstəcək 30. İndi məxrəcin birincisi və üçüncüsü x kvadrat çıxı 11x çıxı 12. İkinci və dördüncü x kvadrat çıxı 11x çıxı 26. İndi x kvadrat çıxı 11x-in qiymətinin hər yerdə nəzərə alıram. Burada nə olur? 11 üstəcək 10, 21 vur. 11 üstəcək 30, 41 böl. 11 çıxı 12, mənfi 1. 11 çıxı 26, mənfi 15. Yəni 21 vuraq 41 bölək 15. Bunu da 3-ə ixtisar apara bilərəm mən. Yerdə nə qalacaq? 5, bu da 7 surətdə. Yəni 287 bölünsün 5. Bu da eləməlidir 57,4. İndi ikinci suala baxırıq. Ehtimala aid sualda deyir ki, qutuda 5 ağ, 6 qara şar var. Ardıcıl 2 şar götürülür. İkincinin ağ olmasının ehtimalını tapın. Sualın şərti sadə görünə bilər, amma biz burada hadisəni 2 ehtimala ayırmalıyıq. Deməli, birinci hal nədir bizdə? Birinci halda biz nəzərə almalıyıq ki, birinci də, ikinci də ağ olsun. İkinci halda isə birincinin qara, ikincinin ağ olmasının ehtimalını tapmalıyıq. Əvvəlcə birinci hala baxıram. Birinci ağ olsa əgər, birincinin ağ olması ehtimalı nədir? 14-də 5. Niyə? Çünki 14 dənə ümumi şar var, 5 dənəsi də ağdır. İndi mənə lazım olan nədir? İkincinin ağ olması. Qutudan bir götürdüyümüzə görə 14-dən 1-i gedir, 13 qalır. Birinci ağ olduğuna görə yenə ağlardan birini çıxıram, 4 qalır. Deməli, hadisənin ehtimalı 14-də 5 vurulsun, 13-də 4. Onu da vuranda nə edəcək? Sürətdə 20, məxrəcdə 140, 42, 182. İkinci halda isə birinci qara olsun, ikinci ağ olsun. Bizdə birincinin almasının fərqi yoxdur. Həm ağ olmasının, həm də qara olmasının nəzərə alır. Amma əsas şərt odur ki, ikinci ağ olsun. İndi birinci qara olanda 9 bölək 14 vurulsun. İkincinin ağ olması, şarlar bir dənə azaldı, qaldı 13. Ağlar hələ də 5-dir, 5. Nə olur bu da? 45 bölünsün 182. Bu iki hadisə fərqli hadisələrdir. Onların da hər ikisinin baş verməsi bizə sərf elədiyi üçün ümumi hadisənin ehtimalını tapanda toplamalıyıq. Yəni 20 böl 182 üstəcək 45 bölünsün 182. Cavabımız eləcək 65 bölünsün 182.